nəsr olunmuş Əlvida İbtidai Sinif İlləri adlı tədbiri açıq elan edirik. Bacarıq tələb olunur. Afidə müəllimənin fəaliyyətini şərh etməyə ehtiyac yoxdur. O, pedaqoji sahədə öz sözünü deyil. Tədbirin sonunda bir daha bunun şahidi olacaqsınız. İndi isə 4-cü A sinifi Yaşa Mənim Xalqım mahnısı ilə sizi salamlayacaq. Alqışlayın uşaqlarımızı. Buyurun uşaqlar. Sıralanıp dağ gibi gelin
Müxtəlif respublika müsabiqələrində iştirak və qalibiyyətimiz Seyran Əliyevin adı ilə bağlıdır. Qısa müddətdə direktor kimi fəaliyyət göstərməsinə baxmayaraq, Lənkəran Astara Regional Təhsil İdarəsində öz səmimi və dəsti xətti ilə seçilən qabaqcıl direktorlardandır. İndi isə sözü verək daim məktəbimizin inkişafına çalışan məktəbin direktoru Seyran Əliyevə. Alqışlayın Seyran müəllim. Buyurun Seyran müəllim. Müəllimlər, valideynlər, qonaqlar, əziz şagirdlər, hər birinizi xoş gördük. Əziz şagirdlər, siz bugün İbtidai təhsil pilləsini uğurla başa vurdunuz. Bu münasibətlə sizi təbrik edirəm. Bugün olsun, ümumi orta təhsili, tam orta təhsili uğurla bitirəsiniz. Yəni, 11-ci sinifi də uğurla bitirəsiniz. Öz uğurlarınızla həm bizləri, həm valideynlərinizi sevindirəsiniz. Bu 4 il ərzində sizinlə əziyyət çəkmiş, başda Afrika müəllim olmaqla bütün müəllimlərə təşəkkür edirəm. Əziz valideynlər, sizə təşəkkür edirəm ki, bu 4 il ərzində məktəblə doğru kommunikasiya qura bildiniz və ümid edirəm ki, növbəti təhsil pilləsində də sizin məktəblə bu əlaqəniz davam edəcək. Əziz uşaqlar, sizi bir daha təbrik edirəm. Arzu edirəm ki, həmişə sizin inkişaf qərarlarınızda işləyək. Yəni, yuxarı sinif pilləsində də həmişə uğurlar qazanasınız, məktəbinizi yaxşı mənada tanıdasınız. Uğurlar sizə. Seyran müəllim, üzr istəyirəm, uşaqlar bir dənə sizdən xatirə şəkli çəksinlər. Buyurun qızlar. O cəmiyyət üçün ən dəyərli, ən bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar yetişdirir. Mustafa Kemal Atatürk, müəllim bir şama bənzər, özünü əridərək başqalarına işin verir. İndi isə bugünün qəhrəmanları müəllim haqqında fikirlərini şeir və mahnı ilə söyləyəcək. Buyurun uşaqlar, alqışlayın bizim uşaqlarımızı. Adım əladır bizə hər zaman, sən bizim mehriban anamızsan, sən həyat öyrədənsən bizlərə, müəllim, müəllim, müəllim. Əziz valideynlər, müəllimlər, qonaqlar, sizi 4A sınıfı adından salamlayırıq və xoş gördük deyirik. Bugün biz 4A sınıfı tədbir edirik, sevinirik. Lakin elm dəryasında bizə ilk addımları öyrədən müəllimlərimizdən ayrılırıq. Amma öz məharətimizi göstərəcək əlvida ibtidai məktəb illəri. Müəllim, bu bizə iftixarla səslənir. Azərbaycanın ulu öndəri Heydər Əliyevin sözlərini xatırlasaq, tam da yerinə düşür. Məndən soruşsalar ki, ən şərəfli peşə hansıdır, mən iftixarla deyərdim ki, müəllimlik. Müəllim ömrü macəralarla dolu zəngin bir ömürdür. Əvvəli tükənməyən bir dünyadır. Əksinə günü-gündən bağlanan mənəvi sərvətdir. Bu sərvətdən qidalanan heç vaxt yorulmaz. Bəs onda müəllimlərdən daha çox xoşbəxt olanı varmı? Əlbəttə yox, bağban ölmür, o yetişdirdiyi meyvələrlə yaşamağa davam edir. Yazıcı insanlar öz kitablarında rəssam şəkillərində iz qoyur. Bəs müəllim? Müəllim və şagirdlərinin qəlbində, onların rəftar, hərəkət və düşüncələrində yaşayır. Müəllimin ölməzliyi məzmun. Müəllim ilk dəfə şagirdə A hərfi və tək amasını öyrədir. Hər kəsin gözünün nuru olan ana sözünü öyrədir. Kədərli və sevincli günlərimizdə yanımızda olardı müəllim. Nə qədər müəllimlərimiz olsa da bu bir həqiqətdir ki, ilk müəllimimiz siz, yenə siz. Böyük sənələrə gətirdin bizi, ömrünü, gününü həsr etdin bizə. Sənəti yaşatdın, saçın ağardı, qürurumuzsan ilk müəllimim. Qarğıkeş müəllim, əziz müəllim, saf ürəkli, Afrika müəllim. Nə qədər böyüsək, uzaqsa yenə biz tələbəyik sizə müəllim. Bizi ayırmadın doğma evladdan, doğmalıq göstərdin hər birimizə. Mərhəmət öyrətdin, sevgi öyrətdin, ana tək mehriban ilk müəllimim. Oxudun sən ömür nəğmələrini, vətəndən payolmaz dedin hər zaman. Vətəni, torpağı sevdirdin bizə, müəllim, müəllim, dilba müəllim. Müəllimlər bir günəşdir, şagirdlər günə baxar. Gəlin əl-ələ verək, bizə bilik öyrədən müəllimlərə baş əyək. Məktəbimizin regionda
sonunda respublikada tanınması Seyran Əliyevin adıyla bağlıdırsa, onun daxili nizam intizamı, pedaqoji prosesin idarəsi, təlim-tərbiyə işləri üzrə müavin Gülnara İbadovanın adıyla bağlıdır. İndi isə sözü verək, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyi bacaran, yeri gələndə sərt, yeri gələndə mülayim olan İbadova Gülnara müəllimə. Buyurun Gülnara müəllimə. Qonaqlarımız iştirak edir. Belə ki, keçən tədbirdə də Etibar müəllim bizdən idi və bugün də Etibar müəllim hamımızın sevimlisi, hamının ürəyində özünə yer tapan Etibar Bayramov burada iştirak edir. Gəlin sözü ona verək. Buyurun Etibar müəllim. Xalq Cumhuriyyətinin yaranmasının 107-ci il dönümü ərəfəsindəyik. 1918-ci il may tarixində yaradılmış, şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq özünün gerbi, himni, soruşduğu hər şeyi nəvəsinə öyrədir. Bugün dolar, vətənpərvər oğullar, zəfər çaldı həqiqət, gerçək oldu xəyallar. Azadlıq istəyənə örnək oldu bu dövlət. Bugündən müstəqildir şərqdəki cumhuriyyət. Səfər boyu səfərlərə imza atan, ulu şanslı bir sərvətsən Azərbaycan. Qazandı sevgi hörmət, tanındı odlar yurdu. Bax budur cumhuriyyət, gelin, bayraq vardı. tədbirimizdə şəhid Vali Həkbərzadənin xanımı Cəmilə xanım da iştirak edir. Sözü ona verək. Alqışlayın Cəmilə xanımı, buyurun. Vətən bir xalqın ata-baba əmanəti olub, doğulub böyüdüyü, adət-ənənəsi, tarixi, dini və dili ilə üzərində azad bir həyat sürdüyü torpaqdır. İndi isə dördüncülər vətənin, torpağın bölünməz olduğunu sizə səhnəcik vasitəsilə göstərəcəklər. Buyurun, izləyin, torpaqdan pay olmaz. Keçmiş zamanlarda qeyrətli bir xalqan yaşayırdı. Bu xalqan tabirində olan ərazidə əmin-amanlıq yaratmışdı. Xalqı onu çox sevirdi. Amma qonşu ölkəni qat-qat güclü və qəddar hökmdarı xalqanlığa sahib olmaq istəyib, hər dəfə fərqli bəhanələrlə onun işinə qarışırdı.
Vəzir, nə olur? Azay Mehriban, yollarda sərvələr toz duman qalxır. Qibləy alam, onlar qonşu dövlətin çobanlarıdır. Bırakın gəlsinlər, nə istəyirlər? Xaqan sağ olsun, hökümdar buyurur ki, öz atını bizə versin. Atını neyləyir? Get cavabını gözlə. Nə deyirsən vəzir, atı verək mi? Xaqan sağ olsun, at muraddır, qanaddır. Xaqanın atı verilməz ki, bəlkə başqa at verək. Düz deyirsən, bu vilayətdə bundan başqa at yoxdur. Düz deyirsiniz, onun kimi daha at yoxdur. Bayaqdan düşünər ki, bir at nədir ki, ondan ötürə bir qan tökülsün. Ver, apar hükümdarına. Bir il keçdi. Qonşu hökümdarın çaparı yenə xəbər gətirdi. Xaqan sağ olsun, hökümdar buyurur ki, öz oğlunu bizə versin. Oğlunu neyləyir? O bizim orduda xidmət edər. Get cavabını gözlə. Vəzir, al oxu. Düzdür, oğlunuzu istəyirlər. Oğlunu verək mi? Xaqan sağ olsun, oğul dayaqdır, arxadır. İzin ver ata, qoy gedim, ta ki qan tökülməsin. Yaxşı oğul, get. Qoy, Tanrı səni qorusun. İlkbaharın gözəl bir çağı idi. Yenə qonşu hökümdarın çaparı yeni bir fərman gətirdi. Xaqan sağ olsun, hökümdar buyurur ki, qonşudakı torpaqları bizə versin. Necə yəni? Yollar mənim yurduma kim olacaqlar? Defol. Verin geçsin. O torpaqların yol gözlə bitmir. Vətsizdir. Vəzir doğru buyurur. Ulu xaqan, torpaqlar şorandır, verimsizdir, verə geçsin. At mənim idi. Övlad mənim idi. Axı torpaq mənim deyil. Atımı verdim ki at taparam. Övladımı verdim ki övlad taparam. Axı torpaq tapa bilmərəm. O mənim ulu babalarımdan miras qalır. İndi gəlsinlər. Torpağımızın ruhunda qurban olayım. Qılınclar çəkilsin. Onlar düşmənlərinə qalib gəldilər. Öz ana yurdlarını göz bəbəkləri kimi qoruyub saxladılar. Alkışlayın uşaqlarımızı. Teşekkür ederim. Bugünkü o da bu adı böyük məsuliyyət və fəxarətlə daşıyır. Sonsuz sevgi ilə şəhidinin adını yaşadır. Gülay İsmailovanı artıq hamı tanıyır. İndi isə sözü ona verək, onun da bizim uşaqlara ürək sözü var. Buyurun Gülay xanım. Alkışlayın Gülay xanım. Yaşadılmasında Şahnaz xanımın və Samirə xanımın xidmətləri əvəzsizdir. İndi Şahnaz xanımın da yəqin ki ürək sözləri var. Buyurun Şahnaz xanım. Alkışlayın Şahnaz xanım. Bu sevinci yarım qalmış Akşinin. Heç kəs bu dünyada heç nə aparmır. Amma nəsə qoya bilər, bu ki aydındır. Vüqar şərəfli ömrüylə, şanlı adıyla sonsuz bir sənət miras qoyubdur. Tanıyaq, İsmailov
talehi, görün değişip nece bir ailenin talehi, evladının yollara dikilipdir gözleri, dilinde ezber olup ata gayet sözleri. Da saxlamadım da öncə mən, onun körpə qoxusunu qoxlamadım da öncə mən. Gənclik ömrüm yarım qalır, neçə arzularım qalır. Bu dünyada oğlum isə təkcə yadigarım qalır. Neçə əskərə, yol çizdin öz qanınla, qürur dolu izinlə getdi neçə qəhrəman. Bu yol şücaət istər, bu yolda haqq durdurar. Sən haqqın qapısından keçib oldun qəhrəman. Şəhid Mayor Heydərov Vüqar Rəfailoğlu. Şəhid Axundov Nail. Dünən gecə düşmən növbəti atəşkəsi pozuldu. Silahlı qüvvələrimizin əks hücumu nəticəsində bir neçə ərazi işğaldan azad edildi. Şəhidlərimiz var. Şəhid Bahdur. Şəhid Heydərov Vüqar Aydınoğlu. Şəhid Akşin İbadov. Ağayev Şamil. Qasımov İlyas. Şəhid Nəcəbov Səfərəli. Şəhid Cabbarov Naif. Şəhid Mirzə İvan Şahlar. Şəhid Rəhmanov Elşən. Şəhid Əkbərov Əkbərzadə Vali. Şəhid Talih İsmailov. Şəhid Əkbərov Salih. Hörmətli tədbir iştirakçıları, biz müəllimlər hər gün uşaqlarla ünsiyyətdə oluruq. Onlar bizə öz dünyalarının pəncərələrindən baxır və bizi bizdən yaxşı tanıyır. İndi isə gəlin ötən illərdən Xatirələrim adlı sərnənciyə tamaşa edək. Alqışlayın uşaqlar. Salam uşaqlar. Necəsiniz? Oturun. Abbas, sən də gəl öz yerinə. Bura gəl. Uşaqlar, biz bugün Əlvida İbtidai Sinif adlı esse yazacağıq. Çalışın, diqqətli olun. Görün, bu 4 ildə mənim şagirdlərim nələri öyrəniblər. Salam Əfigə müəllim. Salam Kəmələ müəllim.
müəllimə, necəsiz? Yaxşıyam. Deməli uşaqlar, Cənubdan biletlərimiz var. Kim istəyirsə ala bilər. Kimin sualları varsa cavablandıra bilərik. Müəllim, hara? İrana? Yox bir Tehrana, otur görüm. Müəllimə, balı evə aparacaqsınız? Yox, ay qız, mən o baldan danışmıram, imtahandan danışıram. Sağ olun Kəmala müəllimə. Kim bilet almaq istəsə, mən sizə xəbər verərəm. Uşaqlar, kim esseni yazıb bitirdi? Mən birinci sinifə gedəndə həmişə ağlayırdım. Çünki ona görə də nənəm mənimlə gəlib sinifdə otururdu. Bir dəfə gördüm ki, nənəm məndən oxumağı tez öyrənir. Başqa essesini oxumaq istəyən var? Birinci sinifdə zəng vuruldu. Yoldaşlarım eve dönəndə mən də eve gördüm. Yolun yarısında gördüm ki, çantam sinifdə qalmış. Mən 3-cü sinifdə müqayilədən həmişə iş dəftərini köçürdürdüm. Uşaqlar, gəlin biz dərsdə keçdiklərimizi biraz təkrar edək. İndi mən sizə həyat bilgisindən əlavə sıralar vermək istəyirəm. Uşaqlar, göz nə üçündür? Bəs qulaq nəyə görədir? Uşaqlar, mədə nə orqanıdır? Mədə bədəni sağlıqdır. Uşaqlar, bugünlük bu qədər. Mən sizə böyük siniflərdə uğurlar arzulayıram. Sağ olun. Çox sağ olun uşaqlar, təşəkkür edirik. Buyurun izləyin. müəllimlərimizdən biri də Elnuzə müəllimədir. İndi onun da körpə balalara sözü var. Afiqə müəllimənin dərs dediyi şagirdlər bugün onunla çiyin-çiyinə çalışır. Könül müəllimə, Kəmalə müəllimə, Xəqani müəllim Afiqə müəllimənin
şagirdlərindəndir. İndi görək Könül müəllimi Afiqə müəllim haqqında nə deyir? Buyurun müəllim hanım. Müəllim sənəti hər an ucadır. Mənim tərbiyəmdir ilk müəllimim. Gəlin hər birimiz öz ilk müəllimlərimizi bir almışlayaq və öyrətdik bizə müəllim mahnısı ilə Afiqə müəlliməni, Dilrubə müəlliməni və dördüncüləri səhnəyə dəvət edək. Buyurun, alqışlarınızla. Adım Enlutadır bize her zaman. Sen bizim Mehriban anamızsan. Sen hayat öğretensen bizlere. Müellim, müellim, müellim. Bizler minnettarız müellim size. Ömrü
sevimli valideynlər, zəhmətkeş valideynlər və hamımızın bugün diqqət edib sevdiyimiz dördüncülər, sizin hamınızı salamlayırım. Təşəkkür edirəm ki, bugünkü məclisimizə, bugünkü tədbirimizə sahib gələn müəllimələrə təşəkkür edirəm. Hər kəsə bir-bir. Çox sağ olun. Allah sizi var eləsin. Necə ki, birinci sizi təbrik edirəm ki, inşallah bu tədris ilini də sağ-salamat az qalıb başa vuracaqsınız və yeni tədris ilində hər birinizə uğurlar arzulayıram. Əziz valideynlər, zəhmətkeş analar, nənələr, sizin də hər birinizi təbrik edirəm. Ana sevinci, nənə sevinci hamıdan qiymətlidir. Nəvə üçün, bala üçün, huzurlu sayın böyüklərdən huzur istəyirəm. Yəni, övlad hər bir ananın gözünün çırağıdır. Məktəb, müəllim, valideyn uçbucağı olanda uşaqların gələcəyi çox parlaq olur. Mən bu uçbucağı, bu dərsliyin təhsil illərində həmişə hiss etdim. Necə ki, valideynlər həmişə əlaqə saxlayırdı, məktəbin psixoloqu gəlib məktəbdə uşaqlarla maraqlanırdı, dərs isə müdürümüz Gülnara müəllimə, Seyran müəllim və başqa müəllimlər həmişə uşaqları öz diqqətində saxlayırdılar. Və bir də müəllimin zəhməti. Sizin hamınızı bir daha təbrik edirəm və kiçik bir şeir istəyirəm analara deyim, çünki analar çox zəhmətkeşdi. Mən bu şeiri oxumaq istəyirəm. Ömrünü xərcləyib baladan ötürü, gecəni gündüzə qatar analar. Nə vaxt balasını xoşbaxt görürsən, o vaxt arzusuna çatır analar. Təşəkkür edirəm. Təşəkkür edirik Əqidə müəllimə. İndi isə Dilruba müəlliməyə söz verək. Dilruba müəllimə də bizim məktəbdə həmişə öz savadı ilə, ümumiyyətlə bizim müəllimələrimiz hamısı savadlıdır, hamısı seçilirlər işinə, məsuliyyəti ilə. İndi isə sözü ona verək. Buyurun, alqışlayın Dilruba müəlliməni. Salam, hörmətli müəllimlər, əziz valideynlər, əziz şagirdlər. Bugün hamımızı xoş gördük. Bugün biz də 4 A sinifini tədbirinə yığışmışıq. Bugünkü dördlər doğrudan da 2 hadisənin şahidi oldular. Onlara mən qəhrəman da deyərdim. Çünki onlar 44 günlük müharibənin şəhidlərinin şahidi oldular. Onlar korona xəstəliyi ilə mübarizə apardılar. Onların dövrü buna təsadüf elədi. Yəqin ki, bu onların xatirəsində çox böyük iz qoyacaq. Şagirdlərimiz, valideynlərə şagirdlərin, övladlarının xeyrini görməyə arzulayıram. Bu dövr ərzində onlar çox zəhmətkeş olurlar. Mən də bu sinifdə əziyyətim olub. Əfiqə müəlliməyə də təşəkkür edirəm ki, məni bu tədbirə qatdı. Çox sağ olsun, dəyər verdiyinə görə. Şagirdlərimi arzulayardım ki, şəhidlərimiz kimi vətənpərvər olsunlar. Şəhidlərimiz kimi vətəni həmişə əziz tutsunlar. Onlara can sağlığı arzulayıram, onlara sağlam həyat arzulayıram. Qoy bundan sonra onlar müharibə görməsinlər, xəstəlik görməsinlər, sülh əmin-amanlıq içində yaşasınlar. Qoy həmişə valideynləri yanlarında olsun, qoy həmişə günəşli həyat nəsib eləsin Allah onları. Sağ olun, sizə təşəkkür edirəm, çox sağ olun. Biz də sizə təşəkkür edirik və artıq tədbirimizin sonuna yaxınlaşırıq. Şagirdlərin orta və yuxarı pillədə alacaqları təhsilin təməli ibtidai pillədən başlayır. Ayrılıq məqamı yaxınlaşdıqca biz şagirdlərdə bir kövrəklik, bir məsumluq görürük. İndi isə sizin alqışlarınızla məzunları səhnəyə dəvət edirik. 4-cü sinif məzunları alqışlayın.
Şirin yuxulardan dönüp şıltaq keçib qıza sevincilə yürürəm doğma məktəb yollarında bir vaxt sənin sözlərinə gizli gülərdik biz deyəndə ki vaxt gələcək